İndi demək olar ki, dayanmışam məhəlləmizdə. Bu arxa tərəfdə gördüyünüz həmən o Respublika Gimnaziyası, hansı ki güya mayda təmiri bitməli idi, amma ki heç bitmək üzərində deyil. Sonra bax bu da ki həmin o petaçok deyirlər də onu da, nə bilim necə deyirlər. Bu yeraltı keçidlər. Deyək ki, əsas nəyə görə indi çəkiliş eləyirəm? Yəni bax, mən gördüm ki, bax bu eskalator işləyir. Açığı çox təəccübləndim. Yəni bir tərəfdən belə sürpriz oldum da. Yəni ki, bura işləyir. Çünki çox zamanı. Bax burada həmən bu eskalator işləmir. Hətta bir-iki dənə var, bizim qonşularımız da var. Yəni problemləri var belləri ilə, ayaqları ilə. Çalışıblar ki, bu yarla əlaqə saxlasınlar. Bax burada bir dənə belə bir şey var. Görürsünüz bax arxa tərəfdə. Yəni ora zəng eləyirsən, sonra onlar özləri zəng eləyirlər, sualları verirsən ki, hə, nə vaxt işləyəcək bu, neyniyəcək, neynəməyəcək, güya cavab verirlər. Halbuki amma çox vaxtı onsuz da işləmir. Sonra ondan qabaqki videoda mən demişdim ha, ki, bu şey məsələsini, bu tokların birləşməsi. Və indi mən sizə göstərəcəyəm ki, burada bu toklar nə gündə birləşib. Bax, fikir verin, adi rozetkalardır da, buna bax. Hələ bir ki, evdə televizor qoyublar. Bu da ki, mən sizə dediyim, bu antisanitariya. Bax, yəni ki, bura ümumiyyətlə də həmişə bu gündədir. Yəni ki, pis gündədir. Bax, bura içərisi çirk. Yəni bu birinci dəfə deyil də, həmişə bu yeraltı keçidlər bu vəziyyətdədir. Buradakı bu sınıq salxaq popcorn, hansı ki o vaxtlar girirsən bura günorta, qızqırmış yağın içindən, iyidən dayanmaq olunur. Bu da qırılmış, bax, bu, nə bilim bu, nə deyirlər buna, bu qırılmış. Bu tərəfdəki heç işləmir. Yəni burada demək olar ki, işləyən vaxtı olmur buranın. O yanı isə, o yan. Gəlin, belə çəkib üstüncə. Onu mən ümumiyyətlə indiyənə kimi işləyən görməmişəm hələ ki. Sözüm gənə bu adiyyətli qurumlaradır. Vallahi doğrudan bilmirəm, kim baxır bu məsələyə? Yeraltı nəqliyyat, yerüstü nəqliyyat, nə bilim, hansı nazirlik, kim baxır? Bu yeraltı keçidlərə baxan təşkilat kimdir? Hansıdır? Sual budur ki, nöş bu gündəsiz? Başqa sual yoxdur. Nə üçün bax bu gündəsiz? Maliyyələşmə yoxdur. İnanmıram. Biz problem nədədir? Nə üçün bax bu cürünə yeraltı keçidlərin inşasına, tikilməsinə, gör necə pullar xərclənib. Yəni o mərmər bilirsiniz də neçə yerdə. Biz nə üçün? Bax sonra onun servisi bu vəziyyətdədir. Xahiş edirəm cavab verin. Qəlbdən qəlbə. Bu qədər.